Herkese salam uşaqlar. Bugün sizinlə birlikdə 4-cü sinif monitoring suallarına baxacağıq. Baxırıq 37-ci suala. Düzbucaqlı şəklində olan sahənin uzunluğu 12 cm-dir. 1/4 hissəsinin sayısı isə 15 cm kvadratıdır. Bu düzbucaqlı şəklində sahənin perimetrini müəyyən edin. Birinci şəkildə verilənləri yazırıq. Deyirik uzunluq 12. Çəkirik bir dənə düzbucaqlı sahə. Yəni sahə ərazi kimi deməkdir. Belə bir düzbucaqlı çəkdik. Bunun uzunluğu 12-dir. Eni yoxdur, bilmirik. Bizə verib ki, 1/4 hissəsinin sahəsi 15-dir. Bu nə deməkdir? Yəni bu düzbucaqlını 4 bərabər hissəyə bölüblər və bunun bir hissəsinin sahəsi olub 15. Bilməliyik ki, bunlar bərabər olduğuna görə bu əgər 15-dirsə, bu da 15 olacaq, bu da 15 olacaq, bu da 15 olacaq. Burada neçədən 15 oldu? 4 dənə 15. Ona görə 15-i vururuq 4-ə. Nəyi tapırıq? Ümumi düzbucaqlının sahəsini. Bərabərdir 60-a. 60 tapdıqdan sonra biz bilirik ki, S ümumi necə tapılır? Yəni düzbucaqlının sahəsi necə tapılır? Eni vurulur uzunluğa. Eni x kimi qeyd elədim. Uzunluqda verilib bizə 12. Bu da bərabərdir 60-a. X-i necə taparam? 5. Deməli bizdə var artıq n-də. Onda perimetri tapmağa nə var ki? Perimetrin düsturu budur ki, 2 vurulsun, n üstə gəlsin uzunluq. Uzunluq 12, n 5. O da eləyir 34. Cavabımız olur 34.